Hörmətli qonaqlar, əziz sənət dostları, bugün biz bura bir insanın değil, bir sevginin, bir sadiqliyin və bir sənət fədaisinin xatirəsini işıqlandırmağa toplaşmışıq. Bəzi insanlar var ki, gedişiyle sadəcə boşluq qoymur, arkasında silinməz izlər, bitməyən nəğmələr qoyub gedir. Nizami Hüseynov kimi. Tədbiri başlamadan öncə Eloğlu Nizami müəllimin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Nizami Hüseynov 1952-ci il 17 aprel Talıslan kəndində kolxozçu ailəsində dünyaya göz açan Nizami elə uşaqlıqdan zəhmətin nə olduğunu dərk etdi. Onun talihi Bakıdan keçdi. 1967-ci ildə Texniki Peşə Məktəbinə addım atdı. Hərbi xidmətin çətin yollarını keçdi. O sadəcə tikintilərdə fəhlə, çilingər deyildi. O gələcəyini kərpic-kərpic öyrən bir iradə sahibi idi. Lakin Nizami müəllimin daxilində sönməyən bir sənət məşəl yanırdı. 1975-ci ildə Mədəni Maarif Texnikumuna daxil olması onun həyatında yeni bir səhifə açdı. Xalq Çalğı Alətləri Orkestri rəhbəri fakültəsini bitirəndən müəllimləri onu paytaxtda saxlamaq istədilər. Amma o, vətənim dedi, doğma İsmaillim dedi. Çünki əsl sənətkar öz kökündən güc alar. İsmailliyə qayıtdı. Əvvəl avtoklub müdürü, sonra isə ömrünün sonuna qədər rəhbərlik edəcəyi Talıslan Kənd Mədəniyyət Evinin direktoru oldu. Eyni zamanda 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəzanın aradan qaldırılmasında yaxından iştirak edərək 4 ay xidmət etmişdi. Çernobıl əliliydi. Nizami müəllim bizim üçün sadəcə bir direktor deyildi. O həm də öz həmkarları üçün gözəl insan, yaxın dost, sirdaş idi. Onun nizamı, intizamı, ən əsası məsuliyyəti hər kəsin qəlbində taxt qurmuşdu. Bugün Nizami müəllim cismən aramızda olmasa da, onun qoyduğu mədəni irs, tərbiyə etdiyi gənclər və bizə öyrətdiyi insanlıq dərsi yaşayır. O hər zaman Talıslan kəndinin havasında, İsmaillinin hər bir sənət ocağında bizimlədir. İndi isə sizləri məhrum sənətkar Nizami Hüseynov haqqında video çarpı baxmağa dəvət edirik.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Hər birinizi təkrardan bir daha salamlayırıq İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi adına və elə ilk olaraq da çıxış üçün bura İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur müəllimi dəvət edirik. Buyurun Teymur müəllim. Çox sağ olun, salamlayıram da bütün tədbir iştirakçılarını. Nizam müəllim haqqında çox danışmaq olar. Həqiqətən də Nizam müəllim ömrünü İsmaili mədəniyyətinə həsr edib. 40 ildən çox burada mədəniyyətdə çalışıb. Mən Almaskalıya, Navaysizə, Qohum Əqrabiya hamısına başsağlığı verirəm. Biz də Mədəniyyət Mərkəzi olaraq istədik ki, Nizam müəllim bugün yad edək. Mən istərdim ki, bir alqışlarla Nizam müəllimi yad edək. Təşəkkür edirəm hər birinizə, gələn bütün qonaqlara, hər biriniz var olasınız. Dağlıq Şirvan Regional Mədəniyyət Dairəsinin rəisi, hörmətli Şəhriyar müəllimə təşəkkür edirəm. Bizim üçün bir belə gözəl şərait yaratdığına görə və bütün kollektivimizə təşəkkür edirəm, hər biriniz dəstək oldunuz. Ümid edirəm ki, tədbirimiz yaxşı keçəcək. Nizam müəllim ruhu daşaddır həqiqətən də. Burada Çernobil yoldaşları da əyləşiblər, onları da salamlayıram. Çox söz demək olar da, yəni Nizam müəllim həqiqətən də elin olmasına bağlı bir insan idi. Çox məsuliyyətli bir insan. Mən uşaq idim hələ, burada şəkillərimiz də var. Mən uşaq idim hələ. Nizam müəllim bu qədər işini, peşəsini sevən bir insan idi ki, onunla işləyən əməkdaşlarımız var bir yerdə, onlara da söz verəcək. Yəqin ki, onlar da xatirələrlə bağlı danışacaqlar. Təşəkkür edirəm, var olasınız. Çox sağ olun, təşəkkür edirik. Bayaq
yan otaqda söhbət edəndə, Nizam müəllim haqqında əlbəttə ki, söhbət edəndə, bizim el sənətkarımız Aşıq Elman dedi ki, məni təqdim eləyəndə bir cümlə işlədərsən ki, mənim əlimdən tutub mədəniyyətə, səhnəyə gətirən Nizami müəllim. Elə sözün bu məqamında Aşıq Elmanı səhnəyə dəvət edirəm. Buyurun, buyurun Aşıq. Sizin də özünüzə görə xatirələriniz var yəqin ki. Mən elə öz səsimlə də bu zalı doldururam, amma heç kimdən kənara qalmayıq da. Ömür xatiriyə dönər ya dönməz. İllərin izi var xatirələrdə. Ötən əyyamların, keçən günlərin dadı var, duzu var xatirələrdə. O zaman əkmişdim, indi biçirəm. Bir körpü salmışam, üstdən keçirəm. Çörək yeyirəm, su içirəm. Qismət var, ruzi var xatirələrdə. Ruhu buladlarda, kəməndə dönən. Eşqi cıdırda, səməndə dönən. Bu kənddə doğulub, bu kəndə dönən Nizaminin özü var xatirələrdə. Nizaminin özü var xatirələrdə. Nizami həmişə bayaq aparıcı dediyi kimi 1977-ci ildə mən 4-cü sinifdə oxuyanda Nizami müəllim mənim əlimdən tutub bir yerdə İsmail rayon mədəniyyət evinə aparıb, biz ikimiz orada Niyad Çalğı aladlərin ansamblında o udda otururdu, mən sazda otururdum. Sonra elə oldu ki, mən yavaş-yavaş gedəndən sonra bir dəfə də belə sazda özüm də indi cavan adamdır, burada bir qəşəng yazmışdım ki, Aşıq Elman, hələ heç aşıqlı təzə öyrənirdim. Dedi, ay Elman, heç yüzillərin Aşıq Elman yazmır, sən nə tez yazmırsan ora Aşıq Elman. Onun o sözündən sonra mən bir daha bura aşıq yazmamışım, elə adımı yazmışam. Allah rəhmət eləsin, Nizami gözəl insan idi, yaxşı adamların başına dönün. Əfəndim, Peyğəmbər sayaqdır yaxşı adamlar. Fırtınalar, qasırğalar içində parlayan mayaq yaxşı adamlar. Baxıb gülümsəyər, özünü öysən, heç vaxt lağ eyləməz, köhnə də geysən, gecənin nə vaxtı qapısını döysən, həmişə oyaqdır yaxşı adamlar. Allah yaxşılara min zinət vurdu, dünyanı yaxşılıq üstündə qurdu, qəlblərə işıqdır, qəlblərə nurdur, evlərə çıraqdır, yaxşı adamlar. Nizaminin çırağı həmişə gür yanacaq, həmişə xalq xatirimizdə olacaq. Əlbəttə, Nizami həmişə mənə Şirvan şəhsəsi oxudardı. Özü oxudardı ki, deyirəm səhər, sərsəylə çıxanlardan,
çekersiniz. Arılar yerler göylere kattım. Arılar yerler göylere kattım. Arılar yerler göylere kattım. Sizinle uçmağa her gün can attım. Elə ki torpağın altında yattım. Elə ki torpağın altında yattım. Mezarım üstünde sel çekersiniz. İnsanlar yüreğin kuzu tekmeler. İnsanlar yüreğin kuzu tekmeler. Başım neler çekti dünyada neler. Hansı gün Zəlimxan oldu deseler, hansı gün Nizami oldu deseler, Allah rahmet eylesin. O gün bircə dəfə of, o gün bircə dəfə of çekersiniz. Neyine yadırına, benim o derdine, o derdine. Elə Nizami müəllim kimi sənətkarın xatirə gecəsinə də Aşıq Elman, sənətkar Aşıq Elman kimi sənətkarın da ifası yaraşırdı. İndi isə sözü verirəm Talıstan kənd icra nümayəndəsinin Nəsimi müəllimə. Buyurun Nəsimi müəllim. Hər birinizə minnətdarım. Çox sağ olun. Başta Teymur müəllim, siz və sizin kollektivə minnətdarım bildirəm ki, bizim el sənətkarımız Nizam müəllimin haqqında belə bir tədbir təşkil eləmişsiniz və Nizam müəllim belə bir gözəl bir insan olub ki, ailəsi içində, el içində, dövlətinə bağlı bir insan olub. Allah Taala onun yaxınlarına, doğmalarına, Allah'tan səbir diləyirəm. Hər bir əziyyəti olan şəxslərə minnətdarım bildirəm ki, bizim dəyərli sənətkarımızı yaşadır və bugünkü gündə onu yad edir. Gələn qonaqlarımızın hər birinə də hoş gəlmişsiniz. Diqqətiniz üçün çox sağ olun. Çox sağ olun, təşəkkür edirik Nəsimi müəllim. İndi isə çıxış üçün söz verilir. İsmayıl rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solisti Ramil Salmanova.
ağlıyorlar. Ömür yollarında ağlarsan da bağlar. Ömür yollarında ağlarsan da bağlar. Gene de bilirler olacağını, boşa vuracaktı yüreğlerini. Gene de bilirler olacağını, boşa vuracaktı yüreğlerini. Sen benim könlümde hoş büyüdünsen. Sen benim könlümde hoş büyüdünsen. Ah ben neyleyerem, ah ben neyleyerem, beni sen unutsan. Neyleyerem, neyleyerem, beni sen unutsan. Ben seni yüzüme hemden sanırım, eşkimin onuyla alımlarım. Ben seni yüzüme hemden sanırım, eşkimin onuyla alımlarım. Gece de gündüz de seni ağlarım. Gece de gündüz de seni ağlarım. Çıkmayır yadımdan kara gözlerim. Şirin sözlerim, şirin sözlerim. Çıkmayır yadımdan kara gözlerim. Şirin sözlerim, şirin sözlerim. Sen benim könlümde hoş büyüdünsen. Sen benim könlümde hoş büyüdünsen. Ah ben neyleyerem, ah ben neyleyerem, beni sen unutsan. Neyleyerem, neyleyerem, beni sen unutsan. Neyleyerem, neyleyerem, beni sen unutsan. Neyleyerem, neyleyerem, beni sen unutsan. Nizam müəllim elə bir sənətkar idi ki, əlbəttə ki, o heç vaxt unudulmaz. Və elə sözün bu məqamında çıxış üçün səhnəyə Elşad Bayramov adına Talıstan Kənd Tam Orta Məktəbinin direktoru Pünhan müəllimi dəvət edir. Buyurun Pünhan müəllim. Mən də ən əvvəl bütün qonaqları salamlayıram. Bu günlərin elimizə, obamıza, yurdumuza xoş gəlmisiniz deyirəm. Bu yurt, bu ova, bu el elə bir oylaqdır, elə bir o Səməd Vurğunun təbircə desək, ormanlar içində duran bir yerdir. O yerdə Nizam müəllim kimi şəxsiyyətlər, Nizam müəllim kimi mədəniyyət xadimi yetişməsə olmazdı. Həqiqətən də Nizam müəllim bizim qəlbimizdə, bizim ruhumuzda yaşayan, dövrə vuran bir insandır. O bu günlərin bu dünyada olmasa da, yəni aramızda belə deyək, cismani yoxdur. Amma onun ruhu, onun qəlbi, nə qədər bizim Talıskanımız, bizim elimiz, bizim ovamız var, Nizam müəllim kimi bizim şəxsiyyətlərimiz daim yaşayırsa. Ona görə də belə bir insanlar unutmaq olmaz. Bugün səhv eləmirəmsə sabahlarım onun il dönümüdür. Nizam müəllimə Allahdan rəhmət edirik. Nizam müəllimin ailəsinə, yaxınlarına, qohumlarına, elinə, obasına, hamısına başsağlığı veririk. Nizam müəllim bir evdən yox, bir eldən gedən bir insandır. Bir evin yox, bir elin oğluydu. Həmən elin oğlu, həmən belə deyək də mədəniyyət sahəsində hamı bildi, məlumatlı oldu, onun haqqında müsbət deyirlər.
Amma mən bir onu qeyd eləmək istəyirəm ki, Nizam müəllim bir insan idi. Elə təsəvvür edin ki, o böyüklə böyük idi, uşaqla uşaq idi. Yəni biz bu kənddə böyümüşük, bizim mədəniyyət yerimiz ən əvvəl yuxarıdaydı. İndi bilənlər bilir, belə bir şəraitdə deyildi, qeyri-adi bir mədəniyyət idi, qulluğumuz var idi. Həmən dövrdə Nizam müəllim gedərdi, orada xatirələr var, indi o tarım görürəm, tar orada olardı, piyanino var idi öz otağında, yəqin yadına gələnlər xatırlayır. Biz gedən kimi keçirdik səhnəyə, balası uşaqlar idi, deyirdi ki, yəni indi bəzilərdə baxıram, bəzi əl vurma, toxunma, sındırarsan, amma o elə bir insan idi, deyirdi, gedin bax o tara da baxın, gedin orada qarmona da baxın, piyaninoya da, onun dillərinə hətta yaxınlaşırdı bizə. Deyirdi, bax bu dilləri vurun, görün hansı bir musiqinin ahəngi var burada. Yəni o belə bir insan idi. O olanı gizlətməzdi, verərdi. Mən ona görə də ona deyirəm ki, o elin oğluydu. Bir daha Allah Nizam müəllimə rəhmət eləsin, yenə deyirəm ailəsinə başsağlığı verirəm. Allah onun, yəqin ki o dünyada da, o ailə o sənnətdədir. Allah rəhmət eləsin. Sizə də mədəniyyət xadimlərinə də öz minnətdarlığımızı bildiririk ki, belə bir ev oğlumuzu, belə bir vətənlə, yurtla qəlbi döyünən bir insanı unutmamışsınız. Sizlərə də Teymur müəllim başda olmaqla mədəniyyət sahəsində olan bütün xadimlərə öz minnətdarlığımızı bildiririk və bir rayon rəhbərliyinə başqa Nahid müəllim olmaqla öz minnətdarlığımızı bildiririk ki, bax belə bir tədbirləri ərsəyə gətirmişsiniz. Siz qonaqlara da hamınıza çox sağ olun deyirəm, dəvət elə olub buradasınız bu günləri. Bir daha sağ olun. Çox sağ olun, çox təşəkkür edirik. Səhnələr sənsizdir, işıqlar sönür. Adınla yaşayır hər bir xatirə. Səhnələr bəli, bugün onsuzdur. Amma onun səhnədə işığını sönməyə qoymayan şagirdi var, yetirməsi var. Mən çıxışı üçün sözü Lətif müəllimə verirəm. Buyurun Lətif müəllim.
Çox sağ ol. Mən deyərdim ki, bu anlarda Nizami müəllimin rolu şaddır ki, onun şagirdi necə bir ustalıqla onun sənətini davam etdirir. Musiqi varsa, söz də var. Və indi isə çıxışı üçün səhnəyə Azərbaycan dili ədəbiyyatı fənni tədris edən Gülnaz müəlliməni dəvət edirik. Buyurun Gülnaz müəllimə. Artık tanıyorum. Bugün burada çıxış eləmək mənim üçün həm çətindir, həm də məsuliyyətlidir. Çünki biz əziz olan, yaxın olan bir insanımız haqqında danışırıq bugün. Sevinirik ki, bir yandan onu belə xatırlayan, onu yad edən, onu belə yəni məclisdə anan sevimli insanlar bura toplaşıblar. Kədərlənirik ki, Nizami artıq bir ildir ki, aramızda yoxdur. Geçən il bugünkü gün Nizami ilə bir söhbət eləyəndə o elə səmimi, elə belə necə deyərlər, ürəkdən danışırdı ki, yəni onda yaşamaq eşqi çox böyük idi. Sənətə, musiqiyə olan həvəsi, onun həmişə insanlara olan münasibəti heç vaxt bizim yadımızdan çıxmayacaq. Nizami o qədər həlim, o qədər mülayim, o qədər gözəl bir insan idi ki, yəni onu heç vaxt yaddan çıxara bilmərik biz. Yəni bu insanın bir dəfə də olsun biz bərkdən danışdığını, hirsləndiyini, yəni qəzəbləndiyini, belə bir hiss onda heç vaxt görməmişdik. Bunu yəqin ki, bütün qohumları da, bütün onu tanıyanlar da qeyd edə bilərlər. Mən uzun müddət düzdür, Tağıstan məktəbində işləmişəm 44 il, amma indi təqaüddəyəm. Yəni yenə də biz onunla nə qədər tədbirlər keçirirdik məktəbdə. Bax, həmin mənim şagirdim olan Aşıq Elman, bugün mən onu görəndə həmişə, ümumiyyətlə həmişə onu görəndə, oxumağını görəndə o qədər sevinirəm, fərəhlənirəm ki, bugün də Lətifi görəndə, hətta mən açıq dərs keçəndə bir dəfə dərsdə biz Lətifin də orada, yəni aşıq nədir, yəni musiqisini dinlədik orada. Bunlar hamısı Nizaminin qoyduğu ənənələr idi, Nizaminin öyrətdiyi bir sənətin yadigarı idi və biz bununla fəxr edirik. Birinci növbədə mən bura gələn Mədəniyyət Mərkəzinin, yəni rayon Mədəniyyət Mərkəzinin işçilərinə, irəli sürənlərin hamısına Nizaminin ailəsi adından, onun qohumları adından, bacımın evladları adından, hamının adından, kəndin bütün ictimaiyyəti adından dərin təşəkkürümü bildirirəm ki, çox sağ olun ki, siz öz əziz, belə necə deyərlər, bir insanı yad eləmişsiniz, qızıldan qiymətli vaxtınızı ayırıb bugün bura gəlmişsiniz. Hamınıza təşəkkür edirəm və bir də onu demək istəyirəm ki, Üzeyir Hacıbəyli dünyası dəyişəndə Səməd Vurğun onun məzarı başında belə bir şeir dedi ki, ölüm sevinməsin qoy ömrünü vermir bada, el qədrini canından daha artıq bilənlər, şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Bəli, Nizami müəllim də sevərək yaşadı, sevilərək dünyasını dəyişdi və əbədi olaraq insanların qəlbində nə qədər ki musiqimiz var, nə qədər ki muğamatımız var, nə qədər ki tarımız var, Nizami müəllim də yaşayacaq. Allah ona qəni rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Çox sağ olun, minnətdarım. Elə Nizami müəllimlə bağlı, yəqin ki, bu zalda əyləşənlərin hər birinin bir xatirəsi var. Acılı, şirinli bir həyat, ömür yaşayıb Nizami müəllim. Bayaq ilk çıxışda aparıcı xanım qeyd etdi ki, Nizami müəllim Çernobıl əllidir və həmin bölgədə 4 ay xidmət edib. İndi isə
Elə Çernobıl Əlillər Cəmiyyətinin sədri Məlikə xanıma dəvət edirəm çıxışı üçün. Buyursun, öz xatirələrini dilə gətirsin. Çox sağ olun, təşəkkür edirəm. Gələnlərin hamısını salamlayıram. Allah rəhmət eləsin deyirəm. Nizami müəllimin çox xatirələri var. 1986-cı il aprel ayının 26-sında dünyada baş verən Çernobıl hadisəsi baş vermişdi. Azərbaycandan 3000-ə yaxın Azərbaycanlılarımız həmin Çernobıl elektrik stansiyasının partlayışı nəticəsində olan o ağır günlərdə Azərbaycandan 3000 nəfərə yaxın iştirak eləmişdi və bizim İsmailli rayonundan da mərd oğullar Nizami müəllim başda olmaqla 42 nəfər iştirak eləmişdi. Onlar çox fəal iştirak elədiyinə görə bizim ulu öndərimiz Heydər Əliyev cənabları onlara bəşəriyyətin xilaskarı adını vermişdi. Allah ulu öndərimizə rəhmət eləsin. Gözəl fərmanlar, gözəl onlar üçün hər bir şərait yaradılmışdı. Onlara hər bir dəstək olmuşdu və onun davamçısı hörmətli prezidentimiz Ali Başkomandan İlham Əliyev cənablarının nəzərindən də qaçmamışdı. Hər vaxt diqqət mərkəzində olmuşdu. Onlara prezident, hər birisi prezident təqaüdçüsü olmuşdu. Hər birinə evlə, maşınla onları yad eləmişdilər. Hər vaxt diqqət mərkəzində olmuşdu və rayonumuzda da diqqət mərkəzində olmuşdu. Hər aprel ayının 26-sında Bakıda konferansda bizi ilə bir yerdə Nizami müəllim iştirak eləmişdi, fəal iştirak eləmişdi. Birinci ulu öndəri ziyarət eləmişdi, ikinci şəhidlərimizi ziyarət eləmişdi. Sonra konferansda hər birimizin xatirəsindədir. Heç vaxt o yaddaşlardan silinə bilməz. Mən bu günləri həyəcanlıyam. Ona görə həyəcanlıyam ki, o ağır faciələrin yaşamasının ən böyük mənim evimdə həyat yoldaşım 1-ci qrup Çernobıl Əlil Lətifov ismi Gülməmmədoğlu 8 ildir yataq xəstəsi yatır. Çernobıl faciəsinin fəsadlarını yaşayır. Ona görə hər birinizdən üzr istəyirəm. Kimin, harada Çernobıl əlili olub evdə, onların ağrıların, acıların ən yaxşısını bilən mənəm. Allah hər birisinə səbir versin. Nizami müəllim doğrudan da 28 il bir yerdə olmuşuq, onlara xidmət eləmişəm. Çox gözəl insan, çox yaddaşlarda qalan insandır. Allah rəhmət eləsin, məkanı cənnət etsin. Mən bu günləri bütün Çernobıl əlilləri adından, onun ailəsinə, balalarına, onu istəyənlərə başsağlığı verirəm. Ruhun şad olsun əziz qardaşım, ruhun şad olsun. Ruhun qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Diqqətinizə görə çox sağ olun. Çox sağ olun Məlikə xanım, təşəkkür edirik. Əlbəttə ki, sizin həyəcanınız başa düşüləndir. Allahdan bütün xəstələrə şəfa diləyirik. Siz Çernobıl Əlillər Cəmiyyətinin sədri olaraq çıxış etdiniz, xatirələrinizi bölüşdünüz. Mən əminəm ki, burada Çernobıl əlilləri də var. Mən əminəm ki, onların da özlərinin bir xatirələri var. Buyurun, gəlin, siz də dəvət edirik. Nizami müəllim haqqında öz xatirələrinizi paylaşın. Buyurun. Hamımızı dəvət edirəm. Elxan müəllim başda olmaqla hər birinizi dəvət edirik. Buyurun. Gəlin, Rüfət, durun gəlin. Halif, durun. Gəlin bir kəlmə. Onlar qardaşlarını itirdiklərinə görə əlbəttə ki, qəhəm doğub onları.
Buyurun. Ben gələ bilərəm. Mən sevmə boyanı deyirəm, ancaq müdərmək mən də hər birinizi salamlayıram. Sevmə boyanlılar oturub orada, Allah özünü sağ eləsin. Mən Nizaminin tələbə yoldaşı olmuşam. 75-ci ildə bir ildə Texnikuma qəbul olmuşam. Nizami işlərini orada tanımışam. Bir ildə qəbul olandan sonra bilmişəm ki, İsmail'dan 75-ci ildə Mədəni Texnikumunda Xalq Sağlıqları Orkestrinin qəbul olmuşdur 200. Mən o ilə bir ay tələbə yoldaş olmuşam. Bir aydan sonra qardaş olmuşam. Həm qardaş, həm yoldaş olmuşam. Düz 75-dən 2025 il kimi 50 il. Nizaminin xatirələri çoxdur maalesef. 50 ildə nə xatir ola bilməyəm, olmasın. Nizami ilə biz otaqda qalmışıq. Ofisdə deyirlər də o vaxtda. Tələbə ofisləri. Orada ikimiz bir otaqda qalırdıq. Bizim otağımız ən qabaqcı otaqlardan biridir. Həmişə bayraq bizim otaqda olurdu. Nizami o qədər səliqəli, o qədər məsuliyyətli yoldaş idi ki, həm tələbələr içində, həm məktəbdə, həm otaqda, həm yataqxanada 3 dənə ansamblda salırdıq. Biri Əbülov adına Mədəni Sarayı vardı. Orada Şaları ansamblında. Biri məktəbin orkestrindən, biri də ki məktəbin ansamblında. Burada şəkil də vardı göstərildi. Ansambl İsmail'e gəlmişdi, ansamblda. Bir yerdeydi. 75-ci ildə qəbul oldu. Mən hərbi xidmətə getdim. Məni yola salan hərbi xidmətə olub bir də Nizami, bir də Allah hamını rəhmət eləsin, bir də rəhmətli anam. İkisi məni yola saldı 76-cı ildə. Mən qayıtdım, gəldim Texnikuma, görüm Nizami Ucay qutardı Texnikumda. Gəlib Mədəniyyət evində burada işləyir. Mən də 78-də, yəni 80-cı ilə gəldim, işlədim. Nizami ilə xatirələrim çoxdur. O qədər yoldaşlıq eləmişik, bir yerdə olmuşuq, bir yerdə yatmışıq, bir yerdə yeyib içmişik, bir yerdə oxumuşuq. Ancaq getdik, gəzdiyimiz yerdə ancaq Nizami ilə işimiz olmuşuq, həmişə. Tələbə yoldaşları mənə indi zəng edirlər. Biri Bakıdan, biri Neftçaladan, biri Qubadan. Tanıyırlar, Almaz bacı tanıyır hamısını. Hamısı onlar mənə dedi ki, mən bizim adımızdan gələ bilmədi, uzaqdır deyənə. Allah rəhmət eləsin desin. Məhməd Qulu da zəng eləmişdi, Qafar zəng eləmişdi, hamısı zəng eləmişdi. Oradan dedilər ki, gələ bilmirik, belə uzaqdır, yollar da dumandı, gələ bilmədi. Bizim adımızdan da təşəkkür edir, deyin ki, belə gələ bilmədi. Allah rəhmət eləsin deyilir. Nizami o qədər gözəl insan idi ki, onu bu 50 ildə mən nə məndən izlədim, nə mən ondan izlədim. Heç kimi dindiririm deyirlər Nizami başqadır. Nizami başqadır. Nizami ilə yoldaşlarımız çox olur. Nizami gözəl insandır, gözəl səliqəli, gözəl bir məsuliyyətli, işində də, davranışında da, danışığında da. Mən Nizami kimi. Mənim qardaşım yoxdur, ancaq Nizami qardaşım olsaydı, bəlkə Nizami kimi olmazdı. Mənə Nizami həmişə deyirdi ki, sənin aton deyirdi ki, sən ona qardaş ol, sənin qardaşın yoxdur, sən onun qardaşı ol. Nizami mənə həmişə qardaşım olur. Nizami mənə elə yoldaşlıq edib ki, mən heç olmadan. Çünki çox gözəl insan idi. Allah ona rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Danışaram, çox danışaram onun haqqında. Öz danışmaq biraz, məhəsin, biraz danışıram, qəhərləyirəm. Amma Nizami, Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun, nuru şad olsun. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirik. Allah Nizami müəllimə bir daha rəhmət eləsin. Və bütün bu qonaqların içində Nizami müəllimin qardaşı Əjdər müəllim var. Onun da özünə məxsus bir xatirələri var. Buyurun Əjdər müəllim. Hər vaxt tanışıyoruz. Biz gözəl bir məkana yollaşmışıq. Biz bildik ki, bu məkanı Dağıstan kəndinin gözəl, dəyərli, mədəni, qəhrəman oğullarıdır. Düzdür, qəhərlər, amma qardaş, sən heç mənə nəsib eləməsin. Mən
bugünkü tədbiri təşkil edən Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbərliyinə, Muş ən sıravi işçisinə qədər, xüsusilə Teymur müəllimə, aparıcımıza, burada oturanların hər birinə təşəkkürümü bildirir. Çox sağ olun ki, kardeşim budur. Gösterdi. Teşekkür. Çox sağ olun Necdet müəllim. Qardaş xatirəsi kimi oğul xatirəsi də var. Çıxışı üçün səhnəyə oğlu Nəvain dəvət edilir. Buyurun. Ben de her birinizi salamlayıram. İlk önce ben de her birinizi salamlayıram ilk önce. Bütün tədbir iştirakçılarına. O cümlədən Teymur müəllim sizə təşəkkür edirəm və sizin timsalınızda bütün necə deyirlər, sizin kollektivizə dərin təşəkkürümü bildirirəm ki, yəni bu tədbirin təşkilatçılığında, yəni təşkil olunmasında sizin çox gözəl rolunuz var. O cümlədən burada iştirak edən hər bir kəsə mən təşəkkürümü bildirirəm ki, sahib gəlmişsiniz. Mən də bir övlad olaraq yəni borcumdur ki, burada sizin hər birinizə öz təşəkkürümü bildirim ki, mənim atamın çox necə deyirlər, sevildiyim bir daha mən özüm necə deyirlər, şad oldum ki, həqiqətən də mənim belə gözəl atam olub, belə gözəl kollektiv olub. Deyiləsi sözlər çoxdur həqiqətən də. Mən həm necə deyirlər, biraz qəhərlənirəm, həm də ki, həqiqətən də insanın qəlbində necə deyirlər, gözəl bir sevinç hissi oyanır. Qəhərdən doğan bir xoşbəxtçilik də deyən bir şey var. Mən həqiqətən də bugün çox xoşbəxt oldum ki, mənim atamı belə sevən insanlar var. Hər birinizə təşəkkür edirəm. Allah sizin də canınızı sağ eləsin, ölənlərinizə rəhmət eləsin, o cümlədən mənim də atama Allah rəhmət eləsin. Təşəkkür edirəm hər birinizə, həqiqətən. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik. Bugün burada hər kəs Nizam müəllimin ocağına yığışıb, onun xatirə gecəsinə yığışıb. Bəlkə kiminsə xatirəsində elə bir şirin duyğusu var, elə bir şirin xatirəsi var ki, onu dilə gətirmək istəyir. Əgər elə bir varsa, buyurun. Əlbəttə ki, düşünürəm, hər kəsin deyəcək sözü çoxdur. Sadəcə olaraq qəhər, onu itirmə duyğusu, o xatirələri dilə gətirməyə imkan vermir. Bununla da bugün Nizam müəllimin xatirə gecəsinə həsr etdiyimiz tədbirimiz sona çatdı. İnanın ki, mənə də çox çətin oldu bu duyğulanları yaşamaq. Allah rəhmət eləsin Nizam müəllimə. Allah yerin cənnət məkan etsin və necə ki bu dillərdə onun xatirəsi şirindir, onun qoyduğu iz önəmlidir. Bayaq biz o yan otaqda çay süfrəsi sağ olsunlar xanımlar təşkil etmişdi. Orada bir cümlə vurğuladılar ki, bu otağı Nizam müəllim necə qurub quraşdırıbsa eləcə də qalıb. Baxın, o otaqda xatirələr necə qalıbsa, yaddaşlarda da əbədi olaraq Nizam müəllim eləcə qalacaq və xoş qalacaq. Allah rəhmət eləsin. Gəldiyiniz üçün təşəkkür edirəm. Amin. Rabbena amenna vahbilana verhamna vagina zabannar lillahi teala al-Fatiha. Amin.